Kimyoterapiya, hədəfli müalicə və hormonoterapiya arasındakı fərqlər nələrdir? Hər üç müalicə ümumilikdə onkoloji xəstəliklərin müalicəsində ən çox istifadə olunan müalicə üsullarından biridir. Kimyəvi dərman müalicəsi dedikdə bütün orqan və sistemlərə təsir göstərən bir müalicə üsuludur və daha çox bölünən, artan hüceyrələrə təsir göstərən bir müalicə üsuludur. Və target müalicə hədəfə yönəlmiş bir müalicədir. Bu, şiş hüceyrələri üzərində olan reseptorlarla birləşmə xüsusiyyətlərinə malik olan preparatların istifadəsi ilə aparılan müasir müalicə üsullarından biridir. Hormon terapiya isə burada antihormon dərmanlarından istifadə edirik. Biz süd vəzi xərçənginin müalicəsində çox istifadə olunan bir müalicə üsuludur hormon terapiya. Onlar həm tək şəkildə bir müalicə üsulu, yalnız bir istifadə olunan və yaxud da ki, bir neçə müalicə ilə birlikdə həmin müalicələrin tərkib hissəsi kimi də aparıla bilər. Məsələn, həm kimyoterapiya apara bilirik, həm cərrahi müalicə, həm şüa müalicə, həm hormon müalicəsi. Bəzi hallarda isə yalnız bir müalicə üsulundan istifadə edirik. Hər zaman pasiyentlərimə deyirəm ki, kimyəvi dərman müalicəsindən qorxmayın. Çünki bu müalicə üsulu vasitəsilə biz çox yüksək nəticələr əldə edirik və bu xəstəliyin müalicəsində ümumilikdə ən çox istifadə olunan müalicə üsulu kimyəvi dərman müalicəsidir.